Ata-ana çətinliyə düşür qiyamətdə, məhşəri gəzib min çətinliklə övladını tapır məhşərdə. Deyir ki, tanıdın bizi? Deyirlər, bəli. Övlad deyir, tanıdım. Sən mənim ata-anamsınız, siz mənim ata-anamsınız. Deyir, oğlum, yadındadır da dünyada sənin üçün nələr çəkdik biz, nə qədər zəhmət çəkdik. Səni öz canımızdan çox istəyirdik biz dünyada. Hər cür xidmət eləyirdik sənə. Yadındadır bu şeylər? Bəli, yadındadır. İndi o xidmətlərin əvəzində ki, biz sənə eləmişik, səndən xahiş edirik ki, biraz savabından ver, bir dənə savab ver, bizə bizim ürəyimizi şad elə. Sən də bizə savab ver, bizi şad elə. Oğul cavab verər, deyər, mən ata-anam. Görmürsünüz nə baş verir burada? Görmürsünüz cəmaat necə çətin vəziyyətdədir burada? Birdən biz bir dənə savabı ki verdin, işin olur savaba qaldı axırda. Onda necə olacaq? Bəlkə elə bu bir savab ki sənə verdin, ona möhtac oldum axırda. Ona görə xahiş edirəm, mən narahat eləmin, gedin şu üzümdə alacam. Onda deyir, ata-ana ağlar gözündən ayrılarlar. Həsrətdən barmağını yiyərlər. Bu övlad üçün halala haraha baxmadıq. Bunun üçün bu qədər zəhmət çəkdi. Bazı adam görürsən, deyir ki, deyirəm, içki məclisinə getmək olmaz, haram məclisdir. Dostumda axı mənim. O dost qiyamət günü üzün yana çörəcək səni görəndə. Ona görə ki, gedir onun məclisində oturub günaha düşürdün. Onun o məclisdə oturmağın hər anına, hər dəqiqəsində çəkdiyin ləzzəti bir-bir burnundan gətirəcəklər. O dost səni tanımayacaq. Quran buyurur ki, o gün belə dostlar bir-birinə düşmən olacaqlar.